Herkese salam, kanalıma xoş gəlmisiniz. Müğənni Vəfa Şərifova və Afət Fərmanqızı arasında qalmaqal yenidən alovlanıb. Buna səbəbi isə bir neçə ay bundan öncə olan mövzunu Samirə yenidən işıqlandırması olub. Vəfa Şərifovanın meneceri isə açıqlama verib. Sözə gedən foto və videoları sizlərə təqdim edirəm. Hər vaxtınız xeyir olsun, əziz Instagram dostlarım. Bir məsələ ilə bağlı sizə aydınlıq gətirmək istəyirəm. Bu Vəfa xanım Şərifovaya atılan daşların sayı azalmır ki, gündən-günə çoxalır. Yəni şok içindəyəm mən. Niyə belə olur? Bu daşlardan biri bugün atılıb, o da ki gəlib düşüb Vəfa xanımın Ağşəhərdə 250 kvadrat metrlik sahəsi olan evin binasının altında yerləşən resepsiyonun qapağında yerləşən balaca zibil kutusunun zibil qabları qoyurlar da, onun yanına gəlib düşüb, balaca belə bir daşdır, belə kiçik bir daş gəlib düşüb ona. Amma gəlib düşüb də, fakt gəlib düşüb. Bu daş da meyxanaçı Samirə Yusif qızdan düşüb. Niyə? Samirə xanım, siz Vəfa xanıma görə narahat olmayın. Biz palatka toylarına da gedirik, restoran toylarına da gedirik, özel günlerde de iştirak edirik. Bize göre hiç narahat olmayın, hiç narahat olmayın. Bu dəqiqədə siz köhnə söhbətləri dirildib gündəm yaratmağın mənası yoxdur. Çünki yaydır, hamı istirahətdədir. Vəfa xanım da sabah bir gün istirahətə gedir. Bu dəqiqə o başı qatışıb Imperiumdan ona bahalı hədiyyələr gəlir. Vallahi inanın səmimiyyətimə ki, vallah deyirəm sizə, bəlkə də ki Vəfa xanım sizin bu çıxışınıza baxmayıb. Çünki o dərəcədə də önəmli bir çıxış deyil. Çox istəyirsiniz Vəfa xanımı, Allah sizdən razı olsun. Amma palatkaların padşahı siz deyilsiniz. Şəhzadəsi də siz deyilsiniz, kraliçası da siz deyilsiniz.